Salam uşaqlar, xoş gördük. Hoş gördük müəllim. Bugün hazırlığımızın ilk günüdür. Onun üçün də gəlin ilk öncə bir-birimizi tanıyaq. Hamı özünü bir təqdim eləsin. Adım Nilay'dır. Dərsdən başqa bütün oxumaq növlərini sevirəm. Mənim adım Nazlıdır. Məni TikTokda Süper adıyla tanıyırlar. 113k takipçim var. Adım Laylədir. Heç bir şey sevmirəm. Tək sevdiyim şey heç nə etməyim. Adım Səma, gəzməyi, alışveriş etməyi çox sevirəm. Adım Ziyadır. Oyun oynamağı çox sevirəm. 4 dəfə yarışda birinci yer olmuşam. Oy maşallah. İdman yarışlarında Yox, məhəllə arası parti yarışlarında. Adım Rasim, çox şeyə var həvəsim. Yıxım, doğrayım, kəsim. Adım Elnurdur. Susmağı sevirəm. ay ağıllı bala, susmağı niyə sevirsən? Danışmağa axıdım yoxdur, onun üçün. Hə, uşaqlar. Belə görürəm ki, sizin oxumağa həvəsiniz yoxdur. Nəysə, onda gəlin belə bir sual keçirək. Mən deyin görüm, 5 almaq üçün nə etmək lazımdır? 5 almaq üçün 5 vermək lazımdır. Onu sənə kim öyrədir? Atam həmişə deyib ki, hər şey pulun başındadır. Valideynlərimizi niyə sevməliyik? Anamızı ona görə sevməliyik ki, iki alanda atamıza demir. Atamızı ona görə sevməliyik ki, iki almağımızdan xəbəri yoxdur. Nənə ilə babanın fərqi nədir? Hər ikisi pensiya alırsa, deməli fərq yoxdur. Amma biri alırsa, biri almırsa deməli fərq var. Kim kitab oxumağı sevir? Müəllim, mən yapay zəka ilə tanış olana qədər oxuyurdum. İndi niyə sevmirsən ki? Yapay zəka vasitəsilə həm vaxtıma qənaət edirəm, həm də enerji. Ziya, sən denə görə vaxtını necə sərfəli keçirirsən? İlk öncə dostlarımla toplaşırıq, sonra gedirik emencilə. Onlara niyə gedirsiniz? Onlarda internet güclüdür ya, onlarda PUBG adama ləzzət edir. İnsanın nə vaxt dünya görüşü artır? Ancaq alışverişlər üçün biz orada dünya qrafiklərinin tanış oluruq. Ay Ömür, bəlkə sən tutarlı bir cavab verəsən. Sən mənə görüm, sənin üçün həyatda maraqlı olan şey nədir? Susmaq, yenə də susmaq. Yenə də susmaq. Bu dəfə nə üçün? Danışmağa axıdım yoxdur.